Sabahınız ve vaxtınız xeyir, Aynesin efirində Ağıl Dəryası başladı. Xoş gördük. Bugün Ağıl Dəryasında 6-cı mövsümün 29-cu oyunundayıq. Əziz 11-cilər, əgər siz də Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıc vasitəsilə layihəmizin rəhbəri və prodüseri Elçin Bayramovla əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçdikdən bir neçə gün sonra Elçin sizinlə əlaqə saxlayacaq və siz Ağıl Dəryası intellektual teleşousunda iştirak etmək hüququ qazanacaqsınız. Onu da nəzərinizə çatdırım ki, Ağıl Dəryası yalnız 11-ci sinif şagirdləri üçün nəzərdə tutulan intellektual teleşoudur. Bugün də iştirakçılarım var və bu iştirakçıların bir-biri ilə ağıl, bilik, savad yarışına çıxacaqlar və sonunda bir nəfər qalib olub yarım finala vəsiqə qazanacaq. Tədris ilinin sonunda isə yarım final və final oyunlarımız olacaq. Final oyununda bir nəfər iştirakçımız qalib olaraq sürpriz hədiyyəmizi qazanacaq. İştirakçılarımızla ayrı-ayrılıqda tanış olaq. Talih Kərimov, Ağdaş rayonu Aral 1 kənd orta məktəbi. İkinci ixtisas qrupu üzrə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini hazırlaşır. Talih velosiped sürməyi çox sevir. Boş vaxtlarında intellektual verilişlərə baxır. Toğrul Baxşəliyev, Ağdaş rayonu Aral 1 kənd orta məktəbi. Üçüncü ixtisas qrupu üzrə Gəncə Dövlət Universiteti və ya Naxçıvan Dövlət Universitetinin sosial iş ya da jurnalistika fakültəsini hazırlaşır. Toğrulun hobbisi tarix oxumaqdır. Xoşuna gələn siyasi xadim Yosif Stalindir. Minarə Məmmədova, Xaçmaz rayonu Susay kənd orta məktəbi. Birinci ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi fakültəsini hazırlaşır. Minarə yaxşı dərs oxumaqla yanaşı dadlı yeməklər bişirir. Hisslərini şeirlə ifadə etməyi çox sevir. Adil Talıbov, Xaçmaz şəhəri 7 saylı orta məktəb. İkinci ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsini hazırlaşır. Adil boş vaxtlarında musiqi dinləyir və köhnə Azərbaycan filmlərini sevir. Voleybol oynamağı sevən Adil həm də coğrafiya fənninə geniş yer ayırır. Sadiq Ələkbərov, Bakı şəhəri 99 saylı orta məktəb. İkinci ixtisas qrupu üzrə Dövlət Gömrük Komitəsinin Akademiyasının Gömrük işinin təşkili fakültəsini hazırlaşır. Sadiq ən son xəbərlərlə bağlı maraqlı informasiyalar toplayır və intellektual oyunları izləyir. Sadiqin sevdiyi tarixi şəxsiyyət Məmməd Əmin Rəsulzadədir. Pünxan Əliyev, Xırdalan şəhəri 1 saylı orta məktəb. Birinci ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin Neft-Qaz və ya Neft-Kimya Mühəndisliyi fakültəsini hazırlaşır. Pünxan 5 ildir ki, peşəkar boksla məşğul olur. Sosial şəbəkələrdə maraqlı məlumatlar toplayan Pünxan Qarabağ klubunun azarkeşidir. Fəzli Babayev, Bakı şəhəri Gənc İstedadlar Liseyi. İkinci ixtisas qrupu üzrə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Biznesin İdarə Olunması fakültəsini hazırlaşır. Fəzli boş vaxtlarında tarixi şəxsiyyətlərin həyatı ilə maraqlanır. Fəzlinin idealı Sultan Fatih II Mehmetdir. Ruslan Babayev, Bakı şəhəri 112 saylı orta məktəb. İkinci ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatı fakültəsini hazırlaşır. Ruslan çox gözəl gitar ifaçısıdır. Qarabağ futbol klubunun azarkeşidir. Oyunumuza birinci turla başlayırıq. Birinci turda 10 sual səsləndirəcəm. Səsləndirdiyim sualların 4 cavab variantı olacaq. Doğru cavabı seçməyiniz üçün sizə müəyyən vaxt verəcəm. Vaxt bitdikdən sonra qonq səsi eşidəcəksiniz və doğru bildiyiniz cavabı seçib göstərəcəksiniz. Birinci turun 3-cü və 6-cı sualından sonra birinci turdakı nəticələrinizi xatırladacağım. 9 və 10-cu sualımızsa ənənəvi sualdır. Diqqətli olun, birinci turun birinci sualı belədir. Soy feili bu sözlərdən hansının köküdür? Soysuz, soyğun, soyqırım, yoxsa soyad? Buyurun, vaxt getdi. Vaxt bitdi. Birinci turun birinci sualına 5 nəfər düz, 3 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı B, soyğun idi. İkinci sualımızsa belədir. Siciliya və Sardiniya adaları hansı ölkəyə məxsusdur? Fransa, İspaniya, İtaliya, yoxsa Böyük Britaniya? Buyurun, vaxt getdi. Vaxt bitdi. İkinci sualımıza 5 nəfər düz, 3 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı C, İtaliya idi. Üçüncü suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, üçüncü sualdan sonra birinci turdakı ilkin nəticələrinizi xatırladacağım. Diqqətli olun, sualımız belədir. Bu qurğulardan hansı sabit cərəyanla işləyə bilməz? Yarım keçirici diod, tranzistor, reostat, yoxsa transformator? Buyurun, vaxt getdi.
bitdi. Üçüncü sualımıza 3 nəfər səhv, 5 nəfər düz cavab verdi və sualımızın düzgün cavab variantı D transformator idi. Birinci turun 3-cü sualından sonra ilkin nəticələriniz belədir. Fəzli və Sadiq, sizin hərənizin 3 xalı var. Birinci, ikinci yeri bölüşdürürsünüz. Ruslan, Pünxan, Toğrul, hərənizin 2 xalı var. Sıralamanı bu cür davam etdirirsiniz. Talih, Minarə və Adil, sizin hərənizin 1 xalı var. Son 3lükdəsiz. 4-cü sualımız belədir. Eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya nədir dəyərin? Eşqin qulu ol ki doğru yol budur. Ariflər yanında bil eşq uludur. Bu bənd Nizami Gəncəvinin hansı əsərindəndir? Xosrov və Şirin, Leyli və Məcnun, 7 gözəl, yoxsa İskəndərnamə? Buyurun, vaxt getdi. Vaxt bitdi. Bu cür asan suala çox təəssüf ki, heç biriniz düz cavab verə bilmədiniz. Bu olduqca acınacaqlı vəziyyətin göstəricisidir. Sualımızın düzgün cavab variantı A. Xosrov və Şirin idi. 5-ci sualımızsa belədir. BMT neçənci ildə yaradılıb? 1945, 1949, 1951, yoxsa 1960? Buyurun, vaxt getdi. Vaxt bitdi. 5-ci sualımıza nə az, nə çox düz 5 nəfər səhv cavab verdi. 3 nəfər isə sualımızı düz cavablandırdı. Sualın düzgün cavab variantı A. 1945 idi. 6-cı suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, 6-cı sualdan sonra 1-ci turdakı ikinci nəticələrinizi xatırladacağım. Diqqətli olun, sualımız belədir. Ərazisinin böyüklüyünə görə dünyada 3-cü yerdə hansı dövlətdir? Kanada, Hindistan, Braziliya, yoxsa Çin? Buyurun, vaxt getdi. Vaxt bitdi. 6-cı sualımıza 7 nəfər səhv cavab verdi. Yalnız Sadiq sən sualımıza düz cavab verdin. Bu alqışlar da sənin üçündür. Sualın düzgün cavab variantı D. Çin idi. Birinci turun 6-cı sualından sonra ikinci nəticələriniz belədir. Fəzli və Sadiq, hərənizin 4 xalı var. Birinci, ikinci yeri bölüşdürürsünüz. Pünxan, 3 xalla, 3-cü sən. Ruslan, Minarə, Toğrul, sizin hərənizin 2 xalı var. Talih və Adil, hərənizin 1 xalı var. 7-8-ci yeri bölüşdürürsünüz. 7-ci sualımız da belədir. Toxa əkinçiliyi xış əkinçiliyi ilə hansı dövrdə əvəz olundu? Üst paleolit, alt paleolit, erkən tunc, yoxsa son tunc? Buyurun, vaxt getdi. Vaxt bitdi. 7-ci sualımıza 6 nəfər düz, 2 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı C. Erkən tunc idi. 8-ci sualımızsa belədir. Ən yağlı südü olan heyvan hansıdır? Balina, fil, şir, yoxsa camış? Buyurun, vaxt getdi. Vaxt bitdi. 8-ci sualımıza 5 nəfər səhv, 3 nəfər düz cavab verdim. Sualımızın düzgün cavab variantı A. Balina olacaqdı. 9-cu sualımız ənənəvi sualdır. Burada ingilis dili ilə bağlı olan biliyinizi yoxlayacağıq. Diqqətli olun, sualımız belədir. İngilis dilindən tərcümədə apple alma sözündən başqa insanda hansı üzv mənasını verir? Damar, göz bəbəyi, sinir sistemi, yoxsa damaq? Buyurun, vaxt getdi. Vaxt bitdi. 9-cu sualımıza, yəni ingilis dili ilə bağlı olan sualımıza 6 nəfər düz, 2 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı B. Göz bəbəyi olacaqdı. 10-cu sualımız da ənənəvi sualdır. Burada milli mahnılara, musiqilərə verdiyiniz dəyəri yoxlayacağıq. Görək kim milli mahnıları dinləyir, kim dinləmir. Səs rejissorumuz Kəmaldan xahiş eləyək ki, mahnını səsləndirsin.
filmindən eşitdiyiniz bu soundtrackin bəstəkarı kimdir? Eldar Mansurov, Tofiq Quliyev, Oktay Kazımi, yoxsa Emin Sabitoğlu? Düzgün bildiyiniz cavabları seçib göstərə bilərsiniz. Onuncu sualımıza milli mahnılar və musiqilərlə bağlı olan ənənəvi sualımıza 6 nəfər səhv cavab verdi. 2 nəfər sualımızı düz cavablandırdı. Sualın düzgün cavab variantı D. Emin Sabitoğlu idi. Nəticələrini sizə belə. Fəzli 7 xalla birincisən. Bu alqışlar sənin üçündür. Pünxan 6 xalla ikincisən. Sadiq 5 xalla üçüncüsən. Ruslan, Minarə, Adil. Sizin hərənizin 4 xalı var. Adını çəkdiyim bu 6 iştirakçı artıq ikinci turdadır. Sizi təbrik eləyirəm. Talih və Toğrul, sizin hərənizin 3 xalı var və oyunumuzu tərk eləyirsiniz. Ağıl Dəryasının ən həyəcanlı, ən gərgin turu olan ikinci tura başlayırıq. Diqqətiniz bizdə olsun. Artıq ikinci turdasınız. İkinci tura keçməniz münasibəti ilə sizi təbrik eləyirəm. İkinci turda hər birinizə ayrı-ayrılıqda 1 dəqiqə vaxt verəcəm və bu 1 dəqiqə ərzində blitz suallar təqdim eləyəcəm sizə. Kim daha çox suallar düz cavab verərsə, üçüncü tura keçmə şansı da o qədər çox olacaq. Və ikinci tura Fəzli, sənlə başlayacaq əhvalı necədir? Çox sansın, necəsiz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Biznesmen. Niyə biznesmen? Çünki gəlir orada daha çoxdur. Onda müəllimlərin neynəsin? Onların gəlirləri azdır, amma sizə dərs deyirlər. Müəllimi ümumiyyətlə çox şərəfli bir peşədir, amma neyini, maaşlar azdır. Rüşvət alan müəllimlər də şərəflidirlər. Bunu mən deyə bilmərəm. Bunu kim desin bəs? İstəyirsən fransız şagirdlərdən soruşaq. Özünüz bilərsiniz, buyurun. Nazim Hikmət demişkən, sən yanmasan, mən yanmasam, bəs kim yanacaq? Yəni, ona görə də demək lazımdır. Çəkinməyin sözünüzü deməyə. Biznesmen olandan sonra hansısa bir məktəbi nəzarətə götürüb müəllimlərə pul verərdinmi? Verərdim. Nə qədər pul verərdin müəllimlərə, adam başı? Yəni, dövrün tələbinə uyğunda. İndiki dövrün tələbi necədir? Yəni, nə qədər manat məvacib almalıdır müəllimlər? 1000-2000 arası məncə. Yaxşı fikirlərdir. O bir söz var, edir. Avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Hazırsansa başlayaq. Hazır, buyurun. Fəzli, 1 dəqiqə vaxtın getdi. Osmanlı İmperiyası neçənci əsrə qədər mövcud olub? 20-ci əsr. Düzdür. Ağsaç xanın birləşməsinin tərəfləri arasında hansı tabelli əlaqəsi var? Uzlaşma. Yanaşma. Geniş savannalar hansı materikdədir? Afrika. Düzdür. Berilliyum şüalanması adlandırılan şüalanma hansı zərrəciklər selindən ibarətdir? Pas. Neytronlar. Şəki xanlığının əsasını kim qoydu? Hacı Çələbi xan. Düzdür. Aygün poemasının müəllifi kimdir? Səməd Vurğun. Düzdür. Azərbaycan milləti sözünü ilk dəfə hansı qəzet işlədib? Kəşkül. Düzdür. Dünyada sonuncu dəfə iqtisadi böhran hansı ölkədən başladı? ABŞ. Düzdür. Maddələrin ferromaqnit xassələrinin yox olduğu temperatura nə deyilir? Pas. Kürü temperaturu. Evkalipt meşələrinin yayıldığı yeganə materik hansıdır? Avstraliya. Düzdür. Nüvədə yerləşən irsi amillərin daşıyıcısı olan rəngli cisimlər necə adlanır? DNT. Xromosom. 1139-cu ildə Azərbaycanın hansı şəhərində dəhşətli zəlzələ baş verib? Gəncə. Düzdür. Fəzlim, 1 dəqiqə ərzində 12 sual səsləndirdim, sənsə 8-nə düz cavab verdin. Yüksək nəticədə ümid eləyirəm ki, 3-cü tura keçəcəksən, bu alqışlar da sənin üçündür. Növbəti iştirakçımız Pünxan, sən əhvala necədir? Sağ olun, necəsiz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Mühəndis. Harada işləmək istəyirsən? Mənim sahəmə uyğun bir yerdə işləyəcəm. Ayda nə qədər məvacib fikirləşmirsən özünə? Mən belə önəmli deyil. Əsas öz peşəmi sevim, bəsdir. 100 manat məvacib versələr, o qədər də peşəni az yox. sevirsən deyə gedib işləyəcəksən. Yəni, o qədər də az yox. Bəs nə qədər? Bax, təxminən. Yəni, 500-600 arası olsa normaldır, bəs eləyər. Sən fikirləşirsən ki, bundan bir 5-6 il sonra 500 manat səni qane eləyəcək. Yəni, bundan sonra kim fikirləşmir. Dolların məzənnəsinin qalxdığı bir vaxtda
Sən riskə gedirsən, qardaş. Bəs müəllimlər nə qədər məvacib alsa, onlar şagirdlərdən rüşvət almazlar? Məncə bəzi müəllimlər belə bu qədər bəsdir, amma bəziləri artırılmalıdır. Bəzi müəllimlərin məvacibi niyə bu qədər bəsdir? İncidirlər səni? Yox, məni incitmirlər. Niyə o müəllimlərin məvacibi az olmalıdır? Savadsız olduqlarına görə. Savadsız müəllimlər çoxdurmu? Yetərincə var. Bəs savadlı müəllimlər nə qədər məvacib almalıdır? Yüksək. Yəni nə qədər təxminən? 1000 olsa pis olmaz. Yaxşı, fond pulu yığırlar sizdən, əsas sualım. Yox, heç vaxt yığmayıblar. Yəni, mən 1-ci, 2-ci sinifdə oxuyanda olub, indi yox. Xatırlayırsan o 1-ci, 2-ci sinif məsələlərini? Aha. Yaxşı, inanaq ki, xatırlayırsan. Savadsız müəllimlər var sənə dərs deyənlər arasında. Adını və fənnini soruşmayacağam, qorxma. Var. Onlara necə reaksiya verirsən, yəni dərs vaxtı? Olurmu ki, onun dərsi olanda çantanı da götürüb çıxıb gedəsən? Yəni, getmirəm, hörmətsizlik olar. Reaksiya vermirəm. Arkada oturub telefonla Facebooka girsən, eləmi? Demək olar. Yaxşı, hazırsansa başlayaq. Tünxan, bir dəqiqə vaxtın getdi. Çad dövləti hansı qitədə yerləşir? Afrika, yeriməyə qaçma kimi reaksiyaları hansı beyin tənzim edir? Ara beyin. Kimyada X hansı elementdir? Xenon, kaş dolların kursu qalxmazdı cümləsində feil hansı şəklin xüsusiyyətini daşıyır arzu, düzdür. Milli mətbuatımızın banisi kim hesab olunur? Həsən bəy Zərdabi. Dünyanın ən böyük limanı hansı ölkədə yerləşir? İspaniya. Hollandiya. 1421-ci ilin Alaşkert döyüşündə Teymurilər hansı dövləti məğlub etdi? Qaraqoyunlu. Qafqazda ən çox günəş radiasiyası alan ölkə hansıdır? Azərbaycan. Səhra zonalarında su və bitki olan kiçik ərazilər necə adlanır? Vahə. 17-ci əsrdə örüşdə heyvanların otarılmasına görə alınan vergi hansıdır? Xarac. Çöl pulu. Volt nəyin ölçü vahididir? Volt cərəyan şiddəti. Gərginlik. Məchul növ feillər əsasən hansı feillərdən düzəlir? Məchul növ feillər. Təsirli feillərdən. Tünxan, bir dəqiqə ərzində 12 sual səsləndirdim, sən isə birinə düz cavab verdin. Çalış, daha çox oxu nəticələrin yüksək olsun. Sadiq, növbəti iştirakçımız sənsən. Əhvalın necədir? Sağ olun, siz necəsiniz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Mən gömrük sahəsində iqtisadçı kimi. Bəs salam. Yəni, yaxşı bir sahə seçimsən. Bugün gömrükdə işləyənlərə, gömrük idarəsinə insanların münasibəti necədir, bilirsənmi? Xeyr, xəbərim yoxdur. Heç maraqlanmamısan? Axı özün orada işləmək istəyirsən. Mən azmaz maraqlanmışım. Nə deyiblər? Gəlirli sahədə əsasən. Deyiblər ki, ağıllı olansan, bax, yaxşıca yer, fikir tutmusan və ora get, əlin bala yağa batacaq, eləmi? Nəyin qarşılığında o sahədə çalışanlar çox pul qazanır, bilirsən? Hər halda rüşvət olardı. Sən də rüşvət alacaqsan? Xeyr, təbii ki. Bəs deyirsən ki, gəlirli sahədir. Əsasən, aylıq maaşları da çoxdur. Aylıq maaşları çoxdur və sən də saf, pak, təmiz, şəffaf adam olduğuna görə maaşına qayna olacaqsan. Hər halda. İndi buna nətər inanaq? Nə dərəcədə inanaq daha doğrusu? İnşallah yaşayarıq, görərik. Yaponiyanın Təhsil Nazirliyinə oradakı şagirdlər müraciət ediblər ki, biz Sadiqə təşəkkürümüzü bildirək ki, o bu qədər pak, saf və təmiz fikirlidir. Bəs müəllimlərin məvacibi səni qayna eləyirmi? Müəllimlər demək olar ki, yox. Müəllim nə qədər məvacib almalıdır sənin fikrincə? 800.000 manat arası olar da. Bu məvacibi alsalar rüşvət almayacaq, elə mi müəllimlər? Hər halda olur. Rüşvət alan müəllimlər var? Rüşvət alan olmalıdır. Sən rastlaşmısan? Mən düzün desəm, hə. Rastlaşmısan? Hə. Əla. Nə vaxt olub, necə olub? Danış. 5-6-da oxuyanda belə uşaq vaxtımda. Qiymətə görə rüşvət aldılar səndən? Qiymətə görə... Yoxsa imtahan prosesi idi? Fond pulu kimi də elə bir şey deyil. Nə qədər almışdılar? Onu yalan deyir. Yadından çıxıb. İndinin özündə də fond pulu yığırlar mı? İndi xeyr. 11-ci sinifdə oxumasaydın, yəqin ki, deyərdin ki, həm fond pulu yığırlar və yaxud da universitetdə oxusaydın və bizim yarışmamızda da universitet tələbələri iştirak eləsəydi, deyərdin ki, hə, 11-ci sinifdə məndən fond pulu yığırdılar. Elə? Razısan? Razıyım. Yaxşı, Sadiq. Hazırsansa başlayaq. Hazırım. Sadiq, bir dəqiqə vaxtın getdi. Alicənab oğlan ifadəsində sifət hansı məna növünə aiddir? Pas.
Keyfiyyət. Orxan Yenisey əlifbasını ilk dəfə hansı alim oxuyub? Mahmud Xaşari. Wilhelm Thomson. Müsbət yüklü iyonlar, katyonlar, bəs mənfi yüklü iyonlar necə adlanır? Pas. Aniyonlar. Saqqallı uşaq əsərinin müəllifi kimdir? Mirzə Əşvər Sabir. Cəlil Məmmədquluzadə. Fəaliyyətdə olan Hekla vulkanı hansı adada yerləşir? İtaliya. İslandiya. Öz mayesi ilə dinamik tarazlıqda olan buxar necə adlanır? Doymuş buxar. Düzdür. Hansı qonşu ölkədə 1999-cu ildə dəhşətli zəlzələ baş verib? Türkiyə. Düzdür. Kauçuk hansı ağacdan alınır? Pas. Heveya. Kimyəvi reaksiyada istilik effekti nə ilə müəyyənləşir? Pas. İstilik miqdarı ilə. Zəncilərlə hinduların qarşılığından əmələ gələn nəsil necə adlanır? Metis. Sambo. Azərbaycan dilində leksik mənası olmayan neçə nitq hissəsi var? Pas. 5. Sadiq, bir dəqiqə ərzində 11 sual səsləndirdim. Sənsə ikisinə düz cavab verdin. Aşağı nəticədir, amma nəticəni yüksəltmək üçün çoxlu oxumalısan. Ağıl dəryasında reklamlardır. Reklamlar bitdikdən sonra gərgin mübarizəmiz davam eləyəcək. Bizimlə qalın. Növbəti iştirakçımız Ruslan, sənsən əhvalı necədir? Sağ olun siz. Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? İqtisadçı. Harada işləmək istəyirsən? Nədə ki bilmirəm. Amma iqtisadçı olmaq istəyirsən. Nədə deyirlər palaza bölünərlə sürün. Bəlkə sən Vergilər Nazirliyinin palazına bürünəsən. Əşi yox. Niyə? Oranın palazı biraz təhlükəlidir. Təhlükəlidir, yoxsa mümkünsüzdür? Yox, mümkündür. Prosto təhlükəlidir. Təhlükə nədədir? Təhlükə... Ələddinin palazı kimi uçur o, yoxsa? Yox, sürünür sürünməyinə o palaz. Prosto gərək xalqın üstündən keçəsən də onunla sürünmək üçün. Sən də xalqın üstündən keçmək istəmirsən. Yox. Bəs necə iş prinsipi fikirləşirsən özünə? Kim kimin üstündən keçsin? Fikirləşməmişəm. Yaxşı, müəllimlərin nə qədər maaş alır, heç soruşmusan? Maraqlanmamışam. Hörmət istəyiblər səndən və yaxud sinif yoldaşlarından, qonşu siniflərdən, aşağı siniflərdən, yan məktəbdən? Eşitməmişəm. Eşitməmsən, görməmsən. İsraildən gəlmirsən sən? Yəni, adətən İsraillər heç nə eşitmədən, görmədən yaşayırlar. 2 dəfə məktəb dəyişmişəm. Gəldiyim axırıncı məktəbdə 2 ildə oxuyuram, orada görməmişəm. Əvvəlki məktəb necə? Əvvəlki məktəbdə balaca məktəbdir, orada elə şeylər yoxdur. İndi rüşvətlər böyük məktəblərdə alınır, eləmi? Yaxşı, hazırsansa başlayaq. Ruslan, bir dəqiqə vaxtın getdi. 2 və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gələn sözlərə nə deyilir? Söz birləşməsi. Düzdür. Hansı hökmdarın dövründə Eldənizlər dövlətinin süqutu daha da sürətləndi? Düzdür. Suyun tərkibini həll olmuş maddələrdən təmizləmək üçün hansı üsuldan istifadə olunur? Distillə. Distillə üsulundan yerin daxilində gedən proseslər necə adlanır? Egzogen proseslər. Endogen. Yumurtalığın böyüyüb meyvəyə çevrilmiş divarı necə adlanır? Meyvə. Pas. Meyvə yanlığı. Monqol qoşunları ikinci dəfə nə vaxt Azərbaycana hücum etdilər? 1239. 1231-ci ildə yerin dərinliklərindəki magmanın yer səthinə çıxdığı kanala nə deyilir? Lava kanalı. Vulkan boğazı. Şirəli meyvələr neçə cür olur? 1. 2 cür. Hansı qüvvənin təsirindən planetlər günəşin ətrafında Cazibə fırlanırlar? qüvvəsi. Düzdür. Hürufilik cəryanının əsasını qoyan və bu sahədə Nəsiminin mürşidi kim olub? Pas. Fəzlullah Neymi. Qazın olduğu qabın civarlarına etdiyi təzyiqin səbəbi nədir? Pas. Nizamsız hərəkət edən zərrəciklər. Ruslan, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sənsə 4-ünə düz cavab verdin. Aşağı nəticədir, amma Sadiqə baxanda yaxşıdır. Növbəti iştirakçımız Minarə, sən əhvalı necədir? Yaxşı, sağ olun. Sən necə olmaq istəyirsən? Mühəndis. Harada işləyəcəksən gələcəkdə? Harada tələb olunsa orada. Hardan qatılmısan oyunumuza? Xaçmaz rayonundan. Xaçmazda vəziyyət necədir? Yaxşıdır, sağ olun. Müəllimlər pul yığırlarmı sizdən? Yox. Bəs fond pulu? Müşahidə eləməmişəm, yox. Eşitməmsən heç vaxt? Yox. Biz bunu özümüzdən uydurmuşuq. Bilmirəm, ancaq mən müşahidə eləməmişəm. Müəllimlər nə qədər məvacib alır? Sənin müəllimlərindən söhbət gedir təbii ki. Ən çoxu 250-300 arası Bəs nə eşitmişəm. cür yaşayırlar ondan soruşmusan? Acınacaqlı. Acınacaqlı. Belə olan halda da müəllimlər rüşvət alır, eləmi? Bəli. Və deyirsən rüşvət almırlar. Bəs sən belə bir səlahiyyətin olsaydı müəllimlərin məvacibini nə qədər eləyərdin? Hal-hazırdakı müddət üçün 500-600 manat. 500-600 manat fikirləşirsən ki, insanın yaşaması üçün normaldır. Bəs sən o pulla normal yaşaya bilərsənmi? Müəllim olsam, bəli.
Yaxşı. Hazırsansa başlayaq. Hazıram. Minarə, bir dəqiqə vaxtın getdi. Sözlərin leksik mənaları hansı lüğətdə izah edilir? Leksikologiya. İzahlı lüğətdə Azərbaycan neçənci ildə aşpanın tam hüquqlu üzvü oldu? Pas. 2001. Rus alimi Ivanovski tütün mozaikası adlı xəstəliyin törəçisini hansı bitkidə tapıb? Pas. Tütün. Dünyada ən çox ölkə ilə həmsərhəd olan dövlət hansıdır? Rusiya. Düzdür. Mendeleyev cədvəlində Ko hansı elementdir? Kobalt. Düzdür. Elektrolitik kondensatorların üzərində onların elektrik tutumu və işçi gərginliyindən əlavə daha nəyi qeyd edirlər? Pas. Müsbət və mənfi qütbləri. Ədəbiyyatımızda komediya janrının əsasını kim qoyub? Sabir. Mirzə Fətəli Axundzadə. Yanaşma əlaqəsinin qrammatik göstəricisi, yəni şəkilçisi varmı? Yoxdur. Düzdür. Azərbaycanda ərzaq sapalağı nə vaxt tətbiq edildi? Pas. 1920-ci ilin sentyabrında inci çiçəyindən hazırlanan dərman hansı xəstəliyin müalicəsində istifadə edilir? Pas. Ürək damar. Dünya okeanının orta dərinliyi neçə metrdir? Pas. 3800 metr. Minarə. Bir dəqiqə ərzində 11 sual səsləndirdim. Sən üçünə düz cavab verdin. İndi birazdan biləcəyik üçüncü tura keçirsən, yoxsa yox. Növbəti iştirakçımız Adil Sənsən əhvalı necədir? Sağlansın, yes. Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? İqtisadiyyatçı. Harada işləmək istəyirsən? Təbii ki, bankda. Bankda işləmək istəyirsən, cəmaata kredit verib, onları bəlaya salmaq istəyirsən, eləmi? Xeyr, məcburi deyək ki, istəyən alır da. Hər halda ehtiyacdan alırlar. Bəli. Ay sağ ol. Müəllimlərin nə qədər məvacib alır? Onların krediti çoxdurmu ümumiyyətlə? 200, 250. Kreditlərini bilmirəm. Kreditsiz müəllim var. Təbii ki, olar. Onlar rastına çıxıb. Bəli. Müəllimlərindən hansısa sənə yaxınlaşsa ki, mənə kredit ver. Nə edərsən? Nə məsləhət görərsən? Sən də görərsən ki, həmin müəllimin məvacibi kredit almağa uyğun gəlmir. Nə edərsən? Mən heç bir şey deyəmərəm. İndi ona lazımdır ki, gəlib alır da. Başqa nə deyə bilər? Fond pulu yığırlar. Xeyr. İmtahanlarda rüşvət alırlar. Xeyr. Eşitməmsən? Yox. Mən İspaniyadan danışıram. Ola bilər ki, buna görə eşitməmsən. Normaldır. Hazırsansa başlayaq. Adil, bir dəqiqə vaxtın getdi. Əskərlər döyüşə gülə-gülə gedirlər cümləsində zərfliyin ifadə vasitəsi nədir? Təzəgət sərfi. Feyli bağlama. Badımcanın vətəni haradır? Amerika. Hindistan. Möminə xatun türbəsi hansı orta əsr Azərbaycan dövlətinin memarlıq abidəsidir? Qaraqoyunlar. Eldənizlər. Bərdənin tərifi Nizami Gəncəvinin hansı əsərində öz əksini tapıb? 7 gözəl. İskəndərnamə. Fizikada səs haqqında elm necə adlanır? Pas. Akustika. Əgər yer üzərində iki nöqtə eyni meridian üzərində yerləşibsə, həmin yerlərdə vaxt fərqi nə qədər olar? Eyni. Düzdür. Napolyon Bonapartla Papa 7-ci Pi arasında konkordat nə vaxt bağlandı? 1801-ci ildə. Elektronun yükü neçədir? Neçədir? 1. Mənfi 1. Mənfi 1, düzdür. Savayı, qeyri, özgə, başqa qoşmalara hansı qrammatik mənanı bildirir? Pas. Fərqləndirmə. Azərbaycan Respublikasının konstitusiyasına görə Milli Məclisdə neçə 25. millət vəkili olmalıdır? 125. Düzdür. Üzüm hansı vitaminlərlə zəngindir? D. B və C. Adil, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sənsə üçünə düz cavab verdin. İndi birazdan biləcəyik üçüncü tura keçirsən, yoxsa yox. İkinci turun yekun nəticələri isə belədir. Fəzlib 8 xalla birinci sən və artıq üçüncü turdasan. Ruslan 4 xalla ikincisən, artıq üçüncü turdasan. Minarə və Adil, sizin hərənizin 3 xalı var, əlavə sual turuna qaldınız. İkinizdən yalnız bir nəfər üçüncü tura keçəcək. Sadiq 2 xalla 5-cisən, Pünxan 1 xalla, dəsif ki, sonuncusan. Əlavə sual turu ilə davam edirik. Adil və Minarə. 2 xaçmazdan gələn iştirakçımız əlavə sual turuna qaldınız. İkinizdən bir nəfər üçüncü tura keçəcək. Diqqətli olun, əlavə sualımız belədir. Kivi meyvəsi hansı vitaminlə zəngindir? A, B, C, yoxsa D? Buyurun, vaxt getdi. Vaxt bitdi. Artıq üçüncü tura keçən iştirakçımızın adı mənə məlumdur. Adil, sən əsl centilmen kimi davrandın və öz həmyerlini, Minarəni üçüncü tura keçməsinə şərait yaratdın. Təbii ki, öz səhv cavabınla. Doğru cavab C variantı, yəni C vitaminlə zəngindir kivi meyvəsi. Bu olacaqdır. Minarə, səni təbrik edirəm. Artıq üçüncü turdasan.
Hər birinizin böyük maraq və səbirsizliklə gözlədiyi 3-cü tura başlayırıq. Bu turda iştirakçılarımızın məntiqini, dünya görüşünü və informasiya bolluğunu yoxlayacağıq. Fəzli, Minarə və Ruslan, artıq 3-cü turdasınız. 3-cü tura keçməniz münasibəti ilə sizi təbrik edirəm. 3-cü turun qaydaları belədir. 3-cü turda 4 kateqoriyamız var və hər kateqoriyamızdan hərənizə bir sual səsləndirəcəm. Sizə səsləndirdiyim suala, yəni öz sualınıza doğru cavab verəcəyiniz təqdirdə hesabınıza 2 xal yazılacaq. Öz sualınıza səhv cavab verə bilərsiniz, pas deyə bilərsiniz. Buna görə hesabınızdan xal çıxılmayacaq. Əgər oyuncu yoldaşınız öz sualına səhv cavab verərsə, pas deyərsə, siz oyuncu yoldaşınızın sualına düz cavab verdiyiniz halda hesabınıza 3 xal yazılacaq. Əgər hesabınızda xal varsa və oyuncu yoldaşınızın da sualına səhv cavab verirsinizsə, hesabınızdan 1 xal çıxılacaq. Diqqətli olun, riskə gedib getməyəcəyinizi yaxşı-yaxşı fikirləşin. Bu turda sizin informasiya bolluğunuzu, dünya görüşünüzü və məntiqinizi yoxlayacağıq. Beləliklə, 3-cü turun 1-ci kateqoriyası məşhur insanlardan sitatlar adlanır. Məşhur insanlardan sitatlar kateqoriyasının 1-ci sualı Fəzli sənə səslənir. Sual belədir. Bill Gates'in fikrinə görə əgər insan kasıb doğulubsa, bu onun günahı deyil. Amma bu isə artıq onun günahıdır. Sizcə nəyi nəzərdə tuturdu Bill Gates? Kasıb ölməyi. Tamamilə doğrudur, səni təbrik edirik. Hesabına 2 xal yazdırdın. Bill Gates'in fikrinə görə əgər insan kasıb doğulubsa, bu onun günahı deyil. Amma dünyadan kasıb köçürsə, bu artıq onun günahıdır. Bill Gates'in fikirləri belə idi. Məşhur insanlardan sitatlar kateqoriyasının 2-ci sualı Minarə sənə səslənir. Sual belədir. Diogendən soruşanda ki, yeməyi hansı saatda yeyək? Cavabı belə olub. Əgər varlısızsa, ürəyiniz istəyən saatda, kasıbsızsa, bu zaman hansı halda? Səhər. Səhv cavabdır. Buyur Ruslan. Pas. Buyur Fəzli. Pas. Diogenin fikrinə görə, əgər kasıbsızsa, yemək tapanda yemək yeyin. Yəni o belə fikirləşirdi. Təəssüf ki, heç biriniz düz cavab verə bilmədiniz. Məşhur insanlardan sitatlar kateqoriyasının son sualı Ruslan sənə səslənir. Sual belədir. Mövlana Cəlaləddinin fikrincə təkliyin ən pisi bu cür insanların arasında qalmaqdır. Kasıb insanların. Səhv cavabdır. Buyur Fəzli. Pas. Buyur Minarə. Pas. Mövlana Cəlaləddinin fikrincə təkliyin ən pisi səni anlamayanların yanında qalmaqdır. Təəssüf ki, heç biriniz düz cavab verə bilmədiniz və məşhur insanlardan sitatlar kateqoriyasından sonra nəticələriniz belədir. Minarə və Ruslan sizin 0 xalınız var, Fəzli 2 xalla hələlik birinci sən. İkinci kateqoriyamız hər oxuyan Molla Pənah olmaz adlanır. Hər oxuyan Molla Pənah olmaz kateqoriyasının 1-ci sualı Fəzli sənə səslənir. Sual belədir. Molla Pənah Vaqif Qazax mahalının bu kəndində dünyaya gəlib. Pas. Buyur Minarə. Cavab versəm yoxdur. Buyur Ruslan. Pas. Molla Pənah Vaqif Qazaxın Qıraq Salahlı kəndində dünyaya gəlib. Təəssüf ki, heç biriniz bu suala düz cavab verə bilmədiniz. Hər oxuyan Molla Pənah olmaz kateqoriyasının 2-ci sualı Minarə sənə səslənir. Sual belədir. Məhz bu şair Molla Pənah Vaqifin ən yaxın dostu olub. Çox asan sualdır. Biraz ədəbiyyat oxumusansa, xəbərin var söhbət kimdən gedir. Cavab variantın varmı? Vazih. Səhv cavabdır. Buyur Ruslan. Pas. Buyur Fəzli. Molla Vəli Vidadi. Tamamilə doğrudur, səni təbrik edirəm. Hesabına 3 xal yazdırdım. Hər oxuyan Molla Pənah olmaz kateqoriyasının son sualı Ruslan sənə səslənir. Sual belədir. Molla Pənah Vaqif məhz bu xanlıqda əvvəlcə eşik ağası, daha sonra baş vəzir vəzifəsini icra edib. Qarabağ xanlığı. Tamamilə doğrudur, səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Hər oxuyan Molla Pənah olmaz kateqoriyasından sonra nəticələriniz belədir. Minarə 0 xalım var, Ruslan 2 xalım var, Fəzli 5 xalla birinci sən. 3-cü kateqoriyamız Gecələr Bulaqbaşı adlanır. Gecələr Bulaqbaşı kateqoriyasının 1-ci sualı Fəzli sənə səslənir. Sual belədir. Türkiyədə böyük şəhərlər ətrafında inşa edilən qeyri-qanuni yaşayış evləri məhz belə adlanır. Gizəqondu. Tamamilə doğrudur, səni təbrik edirəm. Hesabına növbəti 2 xalı yazdırdım. Gecələr Bulaqbaşı kateqoriyasının 2-ci sualı Minarə sənə səslənir. Sual belədir. Baş qəhrəmanları Murad və Rüstəm olan bu filmdə şəxsiyyətin formalaşmasından, həyata yenicə atılan gəncin çətinliklərlə qarşılaşmasından, məsuliyyətli vətəndaş olmağının zəruriliyindən danışılır. Pas. Buyur Ruslan. Uşaqlığın son gecəsi. Tamamilə doğrudur, səni təbrik edirəm. Hesabına 3 xal yazdırdım.
və mübarizəni gərginləşdirdin. Saat neçədir? 8-ə qalın. 8-ə. Muradı oyadıbsınız. İsmailə deyərəm oyadar, hələ sən dur. Onu oyadın, sonra mən duraram. O olmadı ki. Bu pullar hara gedir? Papağını belə eləyirsən, görürsən qəpiyin də qalmır. Sən də şikayət edirsən. Səndə keş vaxt pul olmur. Bəs mənə nə iş verəcəksən? Hələlik fəhlə. Sonra görək də, baxarıq. Atstatım atstat, bacardı ki, bax məndə. Mənə bax. Qız xeylağına elə baxmaq olmaz ha, yaxşı deyil. Necə? Pişik kimi martlamışsın onu. O cür ki, qıza baxın ha, bax bayılsın. Neynəsən, hamısı boşa çıxacaq. Axmaq. O kimdir? Sən də mühəndissən? Xeyr, mən 10-cu sinifi qutarmışam. Hələlik fəhləlik eləmək istəyirəm. Fəhləlik, elə bana, elə. Rüstəm, bugündən sonra hər gün işə gedəcəksən. Bilirəm necə gedəcəksən. Necə ki, instituta gedirdin ha, elə də işə gedəcəksən. Söz danışdı da. Xeyr ola, nə tezdən durmuşsan? Bir işmiş olmayıb ki. Yox əşi, işə gedirəm. Bəs oxumurdun? Məktəbi qutardım da, indi də işləyirəm. Harada? Tikintidə fəhlə. Nə? Fəhlə? Və necə yəni fəhlə? Sənin canı olacaq. Məktəbi qutardın ki, ha, fəhlə işləyəsən. Sən öləsən. Ağabala canı, üst sinif qutarmışam. Aday, bu şofer işləyirəm. Belədir də. Bəs instituta girmədin? Girə bilmədim. Bəlkə, Davud, bəlkə yazaq ki, uşaqlar pilləkəndən yıxılıb əzilirlər. Yox, ölürlər yaxşıdır. Hə, ürəkli yemək, kimatını verəcəyəm. Yekə olan sana, mən pul adı çəkdim. İstəyirsən 2 manat da verim. İş pulda da öyle, iş bilmatında olmalıdadır. Adam bu da institutda oxuyur. Məktəbdə ömrü boyu məndən köçürərdi. İndi isə zarafat deyil, institut tələbəsidir. Qabında bir şey var. O da heç nə bilmir, tanışlıqla girib. Ancaq sən öz gücüvə girəcəksən. Nə olsun ki? Bir il ki, məndən tez qutaracaq. Adamın gərək dayısı olsun. Əlbəttə. Ancaq bilirsən Murad, o ömrü boyu hiss eləyəcək ki, minnətlə girib. Amma sən öz gücüvə oxumursan. Gecələr bulaqbaşı kateqoriyasının son sualı Ruslan sənə səslənir. Sual belədir. 24 avqust 1572-ci ildə Fransa paytaxtında katoliklər tərəfindən protestantların kütləvi şəkildə soyqırımı tarixə bu adla düşüb. Çox asan sualdır. Qanlı gecə. Səhv cavabdır. Buyur Fəzli. Varfolomey gecəsi. Tamamilə doğrudur. Səni təbrik edirəm hesabına 3 hal yazdırdın. Gecələr bulaqbaşı kateqoriyasından sonra nəticələriniz belədir. Minarə 0 xalım var, Ruslan 5 xalım var. Fəzli 10 xalla birincisən. Son kateqoriyamız Pıç-Pıç Nikolayın evini yıxdı adlanır. Pıç-Pıç Nikolayın evini yıxdı kateqoriyasının birinci sualı Fəzli sənə səslənir. Sual belədir. Bu polyak astronom 30 ildən artıq müşahidə apararaq bu nəticəyə gəlib ki, yer günəş ətrafında və eyni zamanda öz oxu ətrafında fırlanır. Söhbət kimdən gedir? Pas. Buyur Minarə. Pas. Buyur Ruslan. Erotosfen. Səhv cavabdır və hesabından bir xal çıxıldı. Söhbət Nikolay Kopernikdən gedirdi. Təəssüf ki, heç biriniz düz cavab verə bilmədiniz. Pıç-Pıç Nikolayın evini yıxdı kateqoriyasının ikinci sualı Minarə sənə səslənir. Sual belədir. Bu şəxs 1918-ci ildə ailəsi ilə birlikdə qətlə yetirilsə də, 80 il sonra 1998-ci ildə Sankt-Peterburqda dəfn edilir. Nikolay. Daha dəqiq, Nikolaylar çoxdur. Söhbət hansı Nikolaydan gedir? Pas. Cavabınızı qəbul edə bilmərik. Buyur Ruslan. Pas. Buyur Fəzli. İkinci Nikolay. Çar ikinci Nikolay. Tamamilə doğrudur. Səni təbrik edirəm hesabına. 3 xal yazdırdım və Çar 2. Nikolay ölümündən 80 il sonra Sankt-Peterburqda dəfn olunub və o Romanovlar nəslinin, sülaləsinin sonuncu nümayəndəsi idi. Pıç-Pıç Nikolayın evini yıxdı. Kateqoriyasının son sualı Ruslan sənə səslənir. Sual belədir. Cəlil Məmmədquluzadənin Qurbanəli bəy əsəri bu Rus ədibinə xitabən Allah sənə rəhmət eləsin cümləsi ilə başlayır. Nikolay. Nikolay deyirsiniz, amma Nikolaylar çoxdur. Hansı Nikolaya? Pas. Buyur Fəzli. Gogol. Nə Gogol? Gogol, Allah sənə rəhmət eləsin. Tamamilə doğrudur. Sən təbrik edirəm. Növbəti 3 xalıb hesabına yazdırdım. Gogol, Allah sənə rəhmət eləsin. Cəlil Məmmədquluzadə Nikolay Gogola xitabən yazmışdı.
Son nəticələr isə belədir. Minarə 0 xalım var, Ruslan 4 xalım var, Fəzli 16 xalla 6-cı mövsümün 29-cu oyununun qalibi sən. Bu rekord göstəricidir. Səni, ailəni, müəllimlərini, dostlarını təbrik edirəm ki, səni kimi ağıllı, məntiqli, dünya görüşlü bir gəncə sahibdilər. Minarə və Ruslan, siz də üzülməyin. Bura qədər gəldiniz, yaxşı mübarizə apardınız. Amma daha çox çalışmaq lazımdır ki, bax, bu cür oyunlarda qalib olasınız. Bugün Ağıl Dəryasında 6-cı mövsümün 29-cu oyununun sonuna gəldik, çatdıq. Əziz 11-cilər, əgər siz də Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. Marj vasitəsilə layihəmizin rəhbəri və prodüser Elçin Bayramovla əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçdikdən bir neçə gün ərzində Elçin sizinlə əlaqə saxlayacaq və siz Ağıl Dəryası intellektual teleşousunda iştirak etmək hüququ qazanacaqsınız. Bu həftə isə məndən bu qədər. Harda olmağınızdan asılı olmayaraq özünüzdən, ağlınızdan və kitablarınızdan müğayət olun. Hələlik.